Salam aleykum hər kəsə. Bu arxada gördüyünüz filləri bu yaxınlarda Nepaldan Qətərə, zooparka gətiriblər. Çox maraqlı bir hadisə yadıma düşdü bunları görəndən sonra. İndiyə qədər heç fikirləşmisiniz ki, fili təyyarədə necə gətirmək olar? Bu yüksək tonajlı heyvan orada tərpənsə təyyarə öz ağırlığını itirər. Amma fili təyyarə ilə gətirəndə filin olduğu qəfəsə minlərlə cücə buraxılır. Və cücələri əzməmək üçün fil bütün yol boyu tərpənmədən dayanır. Fillər çox möcüzəvi və şəfqətli heyvanlardılar. Cütləşmələrini yalnız gecə edərlər və cütləşdikdən sonra çayda çimib sonra sürünün yanına gələrlər. Heç vaxt yalnız gəzməzlər, ancaq sürü ilə gəzərlər. Və ən təsirlisi odur ki, öldükdə isə sürüsündən ayrılıb gedib tək başına ölər. Amma fillər bunu etməkdə bir səbəb var ki, onlar ölən zaman cavanlar böyük güclü fillərin çökməyini görməsin. Deməli, fildə şəfqət, utancaqlıq və öndərlik, liderlik xüsusiyyətləri cəmlənir. Bunların hamısı insanlarda da var. Biraz başımız başqa işlərə qarışdığı üçün yavaş-yavaş insani hisslərimizi heyvanlarda gördükdə sevinirik. Çalışaq, insan olaq. Hələlik.